носок. Счастливы мама и я, тобой гордится семья. Крепким, здоровым расти, столько всего впереди. Рядом родные твои, вместе мы мир покорим. Ты мой сын, мой сынок, ты мой райский ангелок. И запомни, сынок, ты не будешь одинок. Папа рядом с тобой, славный путь с тобой нас ждет. Ты мой сын, мой папа.
İzninizle bugünün sebepkarı, bugünün gülü, nuru, ünvanı olan Alaca bəyimizi, Süleyman bəyimizi öz təxtinə dəvət edək. Kirvə nadir, ikinci atalıq statusu qazanmış kirvəmiz var olsun. Kirvəsindən, atasından, anasından, ikinci anasından birlikte buyurun. Sizin oğlu Mustafa Bey. Allah korusun bana da verdi. Bir alkışla isteyen Bey. Müsal, Nadir, size göz aydınlığı verirəm. Bax, o kucağında olan balaca Süleyman'ı Sultan Süleyman kimi təxti taraclı, adlı sanlı, böyük bir sərkərdə, böyük bir insan olsun. Elimizin, xalqımızın, Allah'ın sevgisi, Allah'ın istəkli bir bəndəsi olsun. Qoy Allah Teala'dan arz edirəm ki, Müsal, o Süleyman'ın adınla tanısın bütün nəsil, bütün kök. Allah var eləsin, Allah fikirlərinizi daim eləsin. Allah bu balacamızı qorusun, qoy gün o gün olsun ki bu tərkibdə, bu xalqımızla birlikdə, sizlərlə birlikdə onun böyük toyunu da görməyi Allah Teala bizlərə qismət nəsib eyləsin. Məhəmməd Peyğəmbər eylədi ülfət, yazdı bəşər üçün ən böyük adət. Əslan müsəlmana buyurdu sünnət, sünnetin mübarek, toyun mübarek. Müqəddəs Kur'an'dan gelen bu ada, değmesin Allah'tan bir ziyan kata. Ürəkdən desin nənə, baba da, sünnetin mübarek, ay Süleyman Bey, toyun mübarek. Bir alkışlar istəyirəm sizden balaca bəyimizin ünvanına. El çalanlarımız var olsun, Allah her birimizi korusun. Var olasın sizleri de indi buyurun yerinize yerleşin. Və məclisimizi açıq elan elədik, məclisimizə tamam elədik. Allah var eləsin, Allah bu kirvəliyimizi görsün. Bir götər rəqs gəlir, getmir. Getmir, buyurun. Buyurun. Bütün qohumlar, qohumlar.
Yazı yazan koşa yazmış, bizilmez taşa yazmış. Karol, eşit olsun. Yazı yazan koşa yazmış, bizilmez taşa yazmış. Seni benimle koşa yazmış, ünvanı tuzaklarmış. Seni benimle boşa yazmış, ünvanı tuzaklarmış. Ümidime murad olsa, arzulara murad olsa. Bir alkışlara layık görmüyor bu güzel ses. Çalan elleriniz var olsun. Allah korusun. Allah var eylesin. Eylemedim sizi var olasınız. Her vaktiniz hayır olsun değerli bacılar, kardeşler. Bu güzel ünvana, bu günlere Süleyman balamızın Müslümanlık dünyasına kadar koyduğu gün, yani ki onun sünnet günü, onun valideynlerine, anne babalarına ve yakınlarına göz aydınlığa vermeye gelen görenlerimiz mübarek olsun. Her birinizin ailemizde hemşe bile toyduğu gün olsun. Bütün dünya alemine ömrümüzden, evinizden, ailemizden muzika sedaları, gülüş sedaları yayılmış olsun. Her birinizi salamlayıram, hoş geldin deyirəm. Ömrümüz günümüz hemşe bile şad günlerde geçmiş olsun. Allah gəlin kədəri xalqımızdan uzaq eləsin. Bu güzel günde elbette Kazakistan devleti var olsun, Azerbaycan halkı var olsun, Azerbaycan halkının, Kazakistan halkının, Kazak halkının birliği, dostluğu var olsun. Biz oturduğumuz, durduğumuz her bir torbağa, her bir yere, her bir karış torbağa da kıymet veren halkız. Allah var eylesin.
Qazaq xalqının, Azərbaycan xalqının dostluğu var olsun. Bütün Azərbaycan milləti var olsun deyirəm. Bir özümüzlə bir özümüzü bir alqışlayaq. Bu alqışa layiq millətiyiz. Əlçalan əlləriniz var olsun. Hər birinizə gözəl dincələr, şarj oluyuram, heç yana, heç yerə tələsiməyək. Doğrudan da bayırda da sərinlikdir, gözəl çörək yeməli havadır. Və bu gözəl günün bizə eşq verən, bizə könlümüzü şad edən İmran qardaşımız var olsun deyirəm. Səs həmişə ucadan gəlsin, öz ansamblından birlikdə. Doğrudan da neçə illərdə xalqımızın quruluğunda duran əziz qardaşımızın qoy Allah var eləsin, səs həmişə ucadan gəlsin. Nə qədər ömrüm, canım istəyir, o qədər bax bu səhnədə durmağı sənə arzu edirəm. İmran var olasan. Operatorlarımızı salamlayıram, gözəl günümüzü tarixə yazan, var olsunlar deyirəm. Və yenə də əvvəl olduğu kimi bu gözəl məclisin aparısını başlayırıq. Hər bir insanın həyatında təbiətdə olduğu kimi ömrün yazı, payızı, qışı var. Payız həmişə kövrək ayı olur. Bu doğrudan da insan ömrünün payızı biraz qocalığı deməkdir. Allah Taala o yaş dərəcəsinə gəlib çatmağa hər birimizə qismət nəsib eyləsin. Ağsaqqal, abirçək olmaq səviyyəsinə, o yaş dərəcəsinə gəlib çıxmağa Allah hər birimizin qismət nəsib eyləsin. Allah hər birimizi nəvə ilə sevindirsin, olmayanlara Allah qismət nəsib eyləsin. Nənə, baba olmaq bu Allahın doğrudan da böyük mükafatıdır. Allah hər birimizi nəvə ilə mükafatlanmasın, doğrudan da nəvə çox dadlıdır, çox ləzzətlidir. O övladdan da ləzzətlidir. Nəvə dünyaya gələndə övlad həmişə ikinci plana adlayır. Allah bütün nənə babalara uzun ömür, can sağlığı qismət nəsib eyləsin. Nəvə toyunu, nəticə toyunu görməyi Allah qismət nəsib eyləsin. Bugün aramızda olmayan nənə babalara rəhmət diləyək, yerləri cənnət olsun. Məhər babasına Allah rəhmət eyləsin. Bəşir, Kamran, Kamandar babalarına Allah rəhmət eyləsin, yerləri cənnət olsun. Bu gözəl gündə mən köhnə bazara təzə ədəd qoymuruq. Sadəcə olaraq babaların, bu balaca Süleymanımız nənədən, babadan varlı bir oğlandır. Ona görə də nənələrin adeli, babaların adeli ayrı tuta sağlıqlarını qeyd edirik. Cüməli babası var olsun, Elvar babası, Tofiq, Tengiz, Xan Əhməd, Elman, Namaz, Mehman, Otar, Vaso, Fərman, İdris, Tacir, Sakit, Əjdər, Kamil, Süleyman, Fazil, Asqu, Bəşir, Tofiq, Rəhim, Ələddin, Nərman, İnqilab, Mehdi, Kamil, Hasan, Elmar, Natiq, Namik, İlkin, Akim, Nərman, Vəli, Elşən, Veys, Namik, Mübariz, Ramin, Ramiz, Əbəz, Akif, Məhərrəm, Sabir, Rüfət. Maşallah, Allah qorusun bu babaları, Allah var eləsin. Yəni buna da hünər istirhamların bir nəfəsə hamısının adlarını qeyd etmək. Bu Süleymana da aydından belə işləmək nəyə lazım? Babalarının hərəsi biraz pensiyasından versə milyonər olacaq. Allah sağ olsun. Adlarını çəkdik, babalarını xahiş edirəm, buyurun yaxına gəlin. Bu günləri bizim doğrudan da şad günümüzdür. Allah hər birimizin şad günümüzü eyləsin. Buyurun, əziz babalar. Hər birinizi xoş gördüm deyirəm. Hər birinizi həmişə belə gözəl günlərdə görüm deyirəm. Hər birinizi həmişə belə gözəl, cavan, tərəvətli görüm deyirəm. Gözünüz aydın olsun. Allah nəvə toyunu göstərdi, kiçik toyunu göstərdi. Bu tərkibdə, bu sağda, bu solda böyük toyunu da görməyi sizlərə qismət nəsib eyləsin. Çox sağ ol mənim qardaşım, Allah sana razı olsun. İmran qardaş, var olasa, bütün dəstəklə elimizin fəxrisiniz, elimizin gözəl oğullarısınız. Allah canınızı sağ eləsin, var olun. Bütün sürüf əhlini salamlayıram. Hər birinizə can sağlığı arzu edirəm.
Allah Teala bizləri bax beləncə gözəl günlərdə görüşdürsün. Elimizdə toy olsun, sünnət olsun. Biz də bir-birimizin sevincimizi bax belə bir yerdə birgə bölüşək. Allah bu birliyimizi, bu gözəlliyi, bu şirinliyi, bu məhəbbəti bizim əlimizdən almasın. Bugün doğrudan gözəl bir gündür, həm də özəl bir gündür. Mən bayaq tamada qardaşımız qeyd elədi, Allah birinci növbədə sünnət toyunda babalənələrə göz aydınlığı veririk. Allah Kamran babasına rəhmət eləsin, məkanı cənnət olsun. O gün onun ruhu bugün buradadır, şaddır. İki nəvəsi Süleymanın bugün kiçik toyudur. Rəsmi bacıma göz aydınlığı verirəm. O, Süleyman balamızın həm babası, həm nənəsidir. Allah canını sağ eləsin, balalarından bir yerdə. Vüsal balam, həyat yoldaşından göz aydınlığı verirəm. Vüqar balama göz aydınlığı verirəm. Bir Vüqar, bir Vüsal da bizdə var. Onların da salamını, təbrikini, Vüqar Türkiyədə idi, çox istəyərdi ki olsun. Dedi, Fafa, mənim salamımı, təbrikimi, dualarımı çatdır. Vüqarın salamı, duaları, təbriki də sizləndir. Süleyman balama da can sağlığı, qoy bu kiçik toyu mübarək olsun, qoy elə bir oğlan olsun ki, elimiz, obamız onunla fəxr eləsin. Bir daha toyumuz mübarək olsun, bir daha Allah canımızı sağ eləsin, Allahın neyməti, bərəkəti, bütün gözəllikləri cümləmizin üzərimizə olsun. Var olun. Mən də qoşuluram sağlıqlara. Hər birinizə xoş gördüm, axşamınız xeyir olsun. Həmişə xeyir işlərdə, toylarda, sünnətlərdə belə Allah bizi görüşdürsün. Yəni mən də ata, anasına göz aydınlığı verirəm. Qoy fəxrimiz olsun, qoy böyüsün, böyük elin oğlu olsun. Qoy həmişə canı sağ, yolda açıq olsun. Sağ olun. Bacoğlu, təbrik edirəm. Böyük toyunu görək, adlı sanlı olanlardan olsun. Sağ ol, mən də təbrik edirəm səni, oğlunu, ananı. Allah da Kamran qardaşımıza rəhmət eləsin. İki kişi olsun. İnşallah biz də böyük toyuna yığılaq gənə. Hörmətli tamada söz verdiyiniz üçün minnətdarlığımı bildirirəm. Əziz Almata sakinləri, qardaşlar, bacılar, hamınızı xoş gördük. Mən qonaq gəlmişəm buraya, bir neçə gündür buradayam. Çox şadam ki, bu gözəl günə düşdü gəlməyimiz. Hamınızı təbrik edirəm, hamı ilə salamlaşıram. Xoş gördük deyirəm hamınızı. Mən Rəsmiyə bacımı təbrik edirəm öz həyat yoldaşından bir yerdə. Kiçik balamıza can sağlığı arzulayıram. Böyüsün, yekə oğlan olsun. Böyük toyunu görmüş olaq. Çox sağ olun. Bacoğlu, toyunuz mübarək olsun. Allah qismət eləsin böyük toyunu görmək. Hər birimizə nəvəli nəticəli olasınız. Allah sizi xoşbəxt eləsin. Mən atana göz aydınlığı verirəm. İnşallah böyük toyun görək. Gözəl günlər o balaca kişiyə qismət olsun. Qardaş oğlu, hər ikinizin gözünüz aydın olsun. O balaca kişinin böyük toyu hər birimizə qismət olsun. Kamranın yer cənnət olsun. Allah həmişə xeyir işlər qismət eləsin. Tofiq qardaşımız Tofiq də təbrik eləyir. Yekə kişi olsun, böyük toyunu görmək Allah hamı qismət eləsin. Gözün aydın olsun, Rəsmiyə bacı. Allah Teala böyüsün, yekə kişi eləsin. Ürəyini istəyən kimi. Büyün onun kiçik toy, sünnət toydu. Allah Teala hamımıza qismət eləsin onun böyük toyunu da görməyə. İndi biz yaşlandıq, ona görə deyirəm. Siz cavansınız. Siz nəvənizin nəticənizi də görəsiniz. Yekə kişi olsun, adlı sanlı olsun, ürəyiniz istəyən kim olsun. Nə deyirsiniz, o balanıza nə arzular deyirsiniz, arzularınıza çatasınız. Mübarək olsun, yekə kişi olsun. Allah
olun aziz babalar. Allah her birinizi korusun. Dediğiniz bu güzel alkışları, bu hayır duaları Allah kabul etsin. Bu güzel rəqs de sizin ünvanınızadır. Buyurun. Sağ ol. Onu gönlümüze alma geldi yapmışım. Ayva. Geçmiş olsun babalara. Var olsun, var olsun. Eş olsun. Bir tane çıktı, şuna seni, ah beni
Hacı-Səhli, yəni bəyəkləri babaların sağlığını qeyd edəndə bacılarımıza niyə çıxıb rəqs eləmir. Yəni biz burada sadəcə olaraq yarıya bölmürük. Yəni fikrimiz də o deyil. Yəni bəyimizin nənə babalarının sayının çoxluğundan Allah həmişə bol eləsin, daha da çox olsun. Nə qədər çox olsa o qədər daha yaxşıdır. Yəni o mənada. Babaların da adı şəkillərdə, dayılarda da, yəni hamıda oynamaq olar. Yəni qızlara elə deyirəm ki, yəni unutmayaq, məclisimizin daha da gözəl, daha da şənli geçməsi üçün gərək hamımız bu günləri öz münasibətimizi bildirək. Toyda da münasibət ancaq oynamaqla söz deməklə var olasınız. Və aslanın erkəyi kişisi olmur, yəni aslan aslandır. Bəyəkləri, babaların ünvanına dedik, babaları dəvət elədik. İndi Süleymanımızın nənələri var olsun deyirəm. Hər birindən uzun ömrlü can sağlığı arzulayıram. Rəsmə xanım, Allah sizdən var eləsin. Bəyəkləri Mehdi qardaşımıza qeyd elədik ki, siz Hacı Süleymanımızın həm babası, həm nənəsi Allah var eləsin. Allah gölgənizi geniş eləsin. Gözünüz aydın olsun. Və sizin Simada bütün nənələrə uzun ömür can sağlığı arzulayıram. Hər birinizə fərdi olaraq dəvət edirəm. Mahrə nənəsi, Rahilə, Rəna, Zərifə, Rahilə, Nazlı, Eloş, Səkinə nənəsinə Allah rəhmət eləsin, yeri cənnət olsun. Piyana nənəsi, Elmira, Bulqu, Qənirə, Səkinə, Səməngül, Zehran, Gülidə, Rübabə, Rima, Tron, Reybə, Xuraman, Ramilə, Çiçək, Gülcahan, Kamilla, Cəmilə, Xanım, İradə, Şəhla, Məhbubə, Nəzakət, Nazlı, Rayqa, Nurqa, Sədaqət, Gülnaz və Gülümsə. Görürsünüz, nənədən də boldur. Allah bol eləsin, hər birinə can sağlığı arzulayıram və adlarını çəkdiyim və çəkə bilmədiyim nənələrdən xahiş edirəm. Hər birinizdən buyurun yanına gəlin. Bu günlər sizin şad gününüzdür. Bu günləri sizin doğrudan da ömrümüzün en güzel günü ki, nəvət oyunu Allah Teala sizlərə qismət nəsib etmədi. Bu Allah'ın böyük mükafatıdır. Buyurun. Gözünüz aydın olsun. Allah bu gözəl günü sizlərə qismət nəsib elədi. Bax bu tərkibdə, bu tərəvətdə o gözəl bəyimizin böyük toyunu görməyi, onun övladının da toyunu görməyi Allah Teala sizlərə qismət nəsib eləsin. Və Süleymanımız üstündə nə arzumuz var, Allah Teala sizi o arzularınıza çatdırsın. Buyurun. Hamınız xoş gəlibsiniz. Bugün mənim Süleymanımın həm bir yaşıdır, həm kiçik toyudur. Ad günü eləmək istəyirdik, sonra fikirləşdik ki, bir yerdə həm kiçik toy olsun, həm ad günü olsun. Bu kiçik məclisə gəldiyiniz üçün xoş gəlibsiniz. Hamınıza bu günü arzulayıram. Yəqin ki, hamı, bütün nənə baba bu günü istəyər. Bu, Allahdan gələn bir şeydir. Bu, kimyə qismət olur, kimyə qismət olmur. Bugün mənim sevincimin həddi hüdudu yoxdur. Allahımdan çox razıyam ki, məni nənə eləyir. Gəlişiniz üçün hamıya öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Yekə kişi olsun, 100 yaşasın. Toyunuz mübarək olsun. Xeyir işiniz mübarək olsun. Atasına, anasına, nənəsinə göz aydınlığı verirəm. Allah böyük toyunda qismət eləsin. Atasının, anasının, nənəsinin, babasının, hamısının adını ucaldan kişilərdən biri olsun. Yekə kişi olsun. Yekə olan olsun. Yekə kişi olsun, böyük toyunda görməyə Allah qismət eləsin. Yekə kişi olsun. Allah yekə kişi eləsin bacım. Toyunuz mübarək olsun. Canı sağlam olsun. Ömrü uzun olsun. Əsas odur. Həyatda hər şey Allah ən gözəlini versin balalarına. Allah nəvələrinlə, balalarına sevindirsin. Çox sağ ol bacım, çox sağ ol. Allah mübarək eləsin bacı. Sultan Süleyman kimi böyük tanınmış bir insan şəxsiyyət olsun. Nə deyim artıq? Mən də deyilənlərə qoşuluram. Bütün nənələrin, babaların adından təbrik edirəm bacım. Böyük oğlan olsun. Gün o gün olsun, böyük toyunda da
burada olan neneler, babalar toplaşsın, toyunda yaxından iştirak eləsinlər. Təbrik edirəm, yekə kişi olsun, adından yaşasın. Mübarək olsun, böyük toyunu görəsiniz inşallah. Çok sağ olun aziz neneler. Allah sizleri var eylesin. Allah Teala dediğiniz bu güzel hayır duaları kabul etsin ya Rabbim ya Resulallah. O güzel Süleyman'ımızın üstünde bütün arzularımıza, dileklerimize çatarsınız. Buyurun.
Her bir atanın, her bir ananın arzusu noy olarak evladı için. Onun toyunu görürük. Kiçik yaşlarından zəhmətlə, əziyyətlə, övlad böyüdən hər bir valideyn övladına nə arzulaya bilər? Xoş günü, səadət, toy günü, nişan günü, şadlıq günü. Bu gözəl dördlüyün simasında bütün ata-analara övlad toyunu görməyi arzuluyuram. Bütün valideynlərə can sağlığı, uzun ömür arzuluyuram. Vüsal bəy xanımı könüllə birlikdə bugün ikinci atalıq statusu kazanan Nadir Nalın öz hanımı Gönçəylə birlikdə. Xahiş edirəm hər dördümüzdən buyurun yaxına gəlin və tortumuzu da hazırlayan ata-analar sağlığında tortumuzu da kesək. Hər dördümüzün simasında bütün ata-analara uzun ömür can sağlığı arzuluyorum. Hər bir ata-analar için Allah bax beləcə mükafatlandırsın. Övladının toy gününü görməyi bütün ata-analara Allah qisməti nəsib eyləsin. Əziz ata-analar, Nadir bəy, buyurun. Atamın adıyla bağlıdır adım. Demə, övlad kimi suçluyam oğul. Mən ata olandan sonra bilmişəm, atama nə qədər borçluyam oğul. Öpürəm oğlumun qara telindən, atamın saçının ətrini vermir. Yalanlar nə deyim, vallah bu dünya bir qoca atamın yerini vermir. Elə yavaş-yavaş ömür gün gedir, görür öz işini yaşlı dünyada. Deyirəm atamın adına layık bir oğul qalaydım kaş bu dünyada. Sizin simanızda bütün ata-anaları var olsun deyirəm. Hər birine bu günü Allah qisməti nəsib eyləsin. Atası yalanlar qədrini bilir. Var olun. Atası yalanlar qədrini bilir. Ey yaman ağırmış atasız dünya. Sağ olun, var olun. Hayana secde kılın. Allah güzel kardeşimizi canını sağ eylesin. Allah atamı rahmet eylesin. Canlı bizim kardeşimiziydi. Karşıda bir almışlar gelsin bu güzel kardeşime. 2 yıl bundan önce sen öz toyunu okumuştun. Yani bu restoranda. Ama bugün indi sen evladın küçük toyunu okuyoruz. Çok hoşbəxtlikdir bu. Her muskanda kısmet olmur. Ama bugün biz sənətkarlar kısmet oldu. Çünkü bu salonda elə qardaşlarım əyləşib ki, onların toyunu da oxumuşam, oğlunun sünnətini də oxumuşam, hər şey biz görmüşük. Ona görə Allah səni var eləsin. Hay kapıya bakıram. Nadir kardeşim kapını açmış. Şəkillə bakıram. Din bir danışmır. Yalan ağırmış atasız dünya. Yaman ağırmış atasız dünya. Qayğılardan uzak, körpə uşaq bey. Könlüm, ömrüm o çağını izləyir. Həyat biraz ürəyimi sıxanda könlüm ata qucağını istəyir. Yığılmışıq bu qürbətin adına, intizarıq doğma evin dadına. Qızınmıram bu dünyanın oduna könlüm ata qucağını istəyir. Hayatım getdik. Bir ki ömrümün sonuydu bitti. O şökün ağacın, o şökün ağacın Hüsam kardeşim. Kölgesi getdik. Yaman ağırmış atasız dünya. Əzrəm ata yeri
Ay sağ ol, bir alkıştan gelsin karşı şeyler. İnsan bana. Sağ ol. Sağ ol. Çok sağ ol. Allah var eylesin. Misal, Nadir'im. Gözünüz aydın olsun. Allah bu kirveliğinizi daim eylesin. Sizi birbirinize bağlayan bu günleri o Süleyman Ağa'nın kiçik toydu. Allah Teala bak bu güzellikte, bu teravette, onun büyük toyunu da bak böylece koşa göresiniz. Kirveliğiniz daim olsun. Can deyip can işlersiniz kardeşim. Buyurun. Hörmətli məclisəhli, bugünkü gündə bu xoş günə Süleyman bəyin kiçik toyuna hər biriniz xoş gəlib səfa gətiribsiniz. Allahdan arzumuz odur ki, təki balalar böyüsün, şərəfimiz olsun, gözəlliyimiz olsun, qəşəngliyimiz olsun. Onlara baxıb biz fəxr eləmə, Allah-u Teala uzun ömür, can sağlığı hamıya versin. Hamının xoş günüdür. Xoş gün üçün hər birinizə dərin təşəkkürümü bildirirəm bu məclisə gəldiyiniz üçün. Nə deyim, həyatın ən gözəl günlərini yaşamağa Allah sizə qismət eləsin. Cavansınız, gözəlsiniz, bir-birinizə baxıb fəxr eləmək Allah qismət eləsin. Kamran Kirveyə də Allah bu dünyasından verməyibdir, o dünyasından verib sevindirmiş olsun. Qəbri nurdan da olsun. Həyatımda həmişə söz vermişəm ki özümə, qoy onun təki ruhları şad olsun, onun ruhları şad olsun deyə balasının ağzından çıxan ikinci kəlməni mən təkrar eləmirəm. Nə desə deyirəm baş üstə. Başqa alacım da yoxdur. Təki onun ruhları şad olsun. Anasına da uzun ömür can sağlığı versin. Həm anadır, həm atadır, həm hamısının yerini əvəz edir. Allah səni əksik eləməsin. Allah səni minputaq eləsin. Həmişə sənin burada çıxıb elə kişilər var, iki kəlməni alt üst qoyub deyə bilmir. Bu qadın çıxıb belə sözlər dedi oğlanın toyunda. Mənim tüklərim biz oldu. Baxdım, həqiqətən fəxr elədim. Allah-u Teala səni bizə çox görməsin. Sağ ol. Allah səni minputaq eləsin. Balalarından sevinməyə qismət olsun. Allah hər şeyin əvəzini versin. Hər şeydə bir xeyir var. Nə gəlir Allahdandır. Hamımıza Allah səbir versin. Başqa çıxış yolu yoxdur. Mən təbrik eləyirəm cavanlara. Dərin təşəkkürümü bildirirəm. Sizləri çox sevirəm. Nə qədər nəfəsim gəlirsə arxanızdayam. Ölməmişəm. Dağlar kimi arxanızdayam. Nə lazımdırsa hamısını mən eləyəcəm sizin üçün. Vallah billah. Allaha çox şükür olsun. Allah mənə versin, mən hamıya verəcəm. Allaha qurban olum. Öpürəm sizləri mən. Hər birinizi. Təşəkkür edirəm gəldiyiniz üçün. Mən də deməliyəm. Sən də xoş gəldiniz. Hər biriniz xoş gəlibsiniz. Kimsə uzaq yolu yaxın elib gəlib, kimsə işini gücünü atıb gəlib. Hamınızdan çox razıyam, xoş gəlibsiniz. Allah hamıya oğul qız fərqi yoxdur, belə gözəl sevinçli günlər qismət eləsin. Allah arzusunda olanlara da versin. Hamın buradakı arzum odur ki, canını sağ eləsin Allah. Oğlumun böyük toyunda da belə gözəl yığışaq, bundan da yekə məclis, bundan da gözəl məclis olsun. Sağ olun, var olun. Nə deyim, bir ata oğlu üçün nə dər? Həyatda ən gözəl günləri mən oğluma arzulayıram. İnşallah xeyirli dövlət olar. Kirvəmdən də Allah razı olsun. Çox, sözün əsl mənasında çox qızıl insandır. Sözdə yox, özdə deyir. Yəni, sözlə çox şey demək olar, amma özdə görsədir ki, nəyə qadir olduğunu. Allah canını sağ eləsin, ömrün uzun olsun Kirvə. Çox sağ ol. Sağ ol. Düyün bir kişi olmadı. İki kişi olsun. Mən də təbrik eləyirəm. Gün o gün olsun onun böyük toyuna yığışaq. İnşallah. Mübarəkdir.
Çok sağ olun. Nadir müəllim, Allah sizləri var eləsin. Doğrudan da elə gözəl, elə dəyərli söz dedin ki, həqiqətən buyurun, Allah sizi var eləsin və hamınız da maneviyyələrə dəstək olun. Var olun. Sana bu günler mi soldu sevgilim? Ahır bize ne oldu sevgilim?
qeyd edədiyiniz kimi doğrudan da yaxşı qohum. Həmişə öz istiliyinlə, öz hörmətinlə, öz məhəbbətinlə seçilir. Bu gözəl gün bizə gələn hər bir qohumları salamlayıram. Hər birinə xoş gəldin deyirəm. Hər birinin evində, ailəsində, ömründə, günündə həmişə belə şad günləri Allah çox eyləsin. Allah Teala həmişə belə xoş günlərlə mükafatlandırsın bütün qohumları. Və Allah Teala heç vaxt bizləri təyinləməsin. Həmişə ətrafımızda qohumlar cəl-cəl olsun. Bu gözəl günə buyurub gələn əmləri, büyükləri salamlayıram. Xoş gəldin deyirəm hər birinə fərqli olaraq. Vüqar əmsi xanım Elvira ilə birlikdə, Qabil əmsi xanım Türkanla birlikdə, Siyavuş xanım İzzətlə birlikdə, Mamet xanım Aysel, Namik xanımı Rita, Namaz xanımı Samirə, Amir xanımı Aytən, Asif xanımı Aynur, Bəşir xanımı Göncə, Maqələmsi Əhməd xanımı Aysunla birlikdə. Gələn qədəmləriniz mübarək olsun. Hər birinizə bir də xoş gəldin deyirəm, adlarını çəkdiyim gözəl insanlardan xahiş edirəm, buyurun yaxına gələn öz xanımlarımızla birlikdə. Bugün hamımızın şad günümüzdür, bugün hamımızın gözəl günümüzdür. Bu günləri biz doğrudan da bu gözəl bəyimizə, onun valideynlərinə, nənə-babalarına, hamısına öz münasibətimizi bitirməyə gəlmişik. Allah gələn əhlərimizi var eyləsin. Gözləyək bu sənləri. Fikir yoxdur, yəqin o birisi əmlər də gələrlər, siz sözünüzü deyil. Gözümüz aydın olsun, Allah Teala bizləri həmişə belə gözəl günlərdə qovuştursun. O balaca Süleymanın böyük oyunu bax bu gözəllikdə, bu tərəvətdə, bu cavanlıqda sizlərə də görməyi qisməti nəsib eyləsin. Aramızda subaylar varsa ilk öncə gözəl bir xanım arzulayıram, ikinci növbədə də gözəl övlad arzulayıram. Evlilərə də balasının toyunu görməyi arzulayıram, var olasınız. Buyurun sizə. Sağ olun, var olun, xoş gəlibsiniz, səfa gətiribsiniz. Qaqaş, buraya gəl. Bir əmi qardaşının balasına bu dünyada gözəllikdən başqa nə deyə bilər? Gözəllikdən başqa nə arzulaya bilər? Allaha çox şükür ki, bugünkü günü də gördük. Bizim Kiçik Süleymanın kiçik toy məclisinə yığıldıq. Sağ olun, var olun, xoş gəlibsiniz, səfa gətiribsiniz. Qardaşım, deməyə yəni ki, ehtiyac da yoxdur ki, bu dünyanın ən gözəlliklərini, ən gözəl şeylərini mən sənə balına qismat edirəm. Bir yerdə də öz balalarıma qismat edirəm. Allaha çox şükür ki, bugünkü günü bizə göstərdi. Allaha çox şükür ki, Allah bizə belə gözəl ana qismat elədi ki, bizi bugünkü günə gətdi, çatdırdı. Bu şeylərin hamısı bizim anamızın səbəbini olubdur. Allah onun kölgəsini bizim üstümüzdə neysə eləməsin. Sənin balına da bu dünyanın ən gözəl xoşbəxtliyini, hər şeyi ən gözəlini arzulayıram. Bir ata olaraq, bir qardaş olaraqsa, bir əmi olaraq sənin balana bu dünyanın ən gözəl xoşbəxtliyini arzulayıram. Gün o gün olsun ki, bugünkü kimi yığılaq onun böyük toyuna. Allah hər birinizin ailəsində xeyir iş eləməyə qismat eləsin. Allah hər birinizin balasının xeyir işini görməyə qismat eləsin. Birinci kiçik toy məclisini, sonra da yekə məclisini. Allah başatan versin. Allah bu dünyanın nə tərdiyimdən bir oğul kimi, prosta bir ata kimi oğluna baxıb fəxr eləyəsən bu dünyada. Sağ ol. Böyük toyuna gəlmiş olur. Amoğlu, sənin də bir də yoldaşın da sənin oğlunu bu kiçik toyunu təbrik edirəm. Yekə kişi olsun, gözəl də gələcəkdə bir sənətli yekə kişi olsun. Təbriklər. Təbrikləyirəm səni, qardaş. Sənin oğlunu da təbrikləyirəm. İnşallah yekə kişi olsun, canı sağ olsun. Sizin bütün ailənizin canınızı sağ olsun. İnşallah yekələnəndə, arvad tapanda onun toyuna da gələcəyik. Hamınızın gələcəyini olsun, təbrikləyirəm. Bu uşağı bir yerə bağlayın ki, bura gəlməsin də. Şunu artıq gəlib. Misal, təbrik edirəm qardaşım, böyüsün, böyük kişi olsun Süleyman balamız.
böyük toyunu görək, sayılan seçilən övladlardan olsun. Kiçik toyunu gördük, böyük toyunu görmədik qismətləsin. İnşallah böyük toyuna yığılarıq. Xoşbəxt evlatlardan olsun, hər zaman xoş günlərinə gələk. Böyük toyunu görək. Вусал, Кенуль, поздравляю вас с днем рождения в первую очередь. Ну и во вторую я хочу пожелать самое главное – это здоровье, ну и чтобы он рос счастливым и здоровым. Висал, Кенуль, поздравляю вас с таким знаменательным днем. Пусть таких дней в вашей жизни будет очень-очень много. Поздравляем вас. Çok sağ olun. Başta. Çok sağ olun yazsınlar. Çok sağ olun dediğin güzel sözlere göre doğrudan da hem menalı hem yerinde Allah var eylesin emrleri, dürüleri. Bu güzel rəqs de sizin ünvanınızdadır. Buyurun.
Oy